Deyir ki, borunun geniş hissəsində mayenin sürəti 2 metr böl saniyə olarsa, dar hissəsində mayenin sürəti nə qədər olar? Borunun geniş hissəsindən də, dar hissəsindən də vahid zamanda keçən mayenin həcmi eynidir. Yəni, buradan hansı həcmdə maye gəlibsə, buradan da həmin həcmdə maye keçir. Ona görə V1 bərabər V2 yazıram. V-nin yerinə yazacağım S, L. S1, L1 bərabərdir S2, L2. Elin də yerinə FT yazım da. Gedilən yol, yəni suyun elə bir boruda getdiyi yol. S1 V1T bərabərdir S2 V2T. T'lər ixtisar getsin, T zamandır burada. S1 bölünsün S2 bərabər olur V2 bölünsün V1. Yəni tərs mütənasib asılıdırlar. Əgər deməli geniş hissədə sürət 2-dirsə, buradan bura keçəndə sahə neynədir? 4 dəfə azaldı. Ona görə sürət 4 dəfə artacaq. Olacaq 2 vurulsun 4 bərabər 8. Belə.